Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində deyir ki, "Mən ləm yəsəlilləhə yağdab aleyhi." Kim Allahdan istəməsə, Allahın ona qəzəbi tutar. Kim Allaha əl açıb dua etməsə, ondan nəsə istəməsə, Allahın ona qəzəbi tutar. Burada bir incə bir məqam var, dəqiq. Allahın insana nə vaxt qəzəbi tutur? Qaydalarına riayət eləməyəndə. Belə deyək, onun əmrlərini yerinə yetirib, Bəli. qadağan etdiyi şeylərdən çəkinməyəndə Allahın insana qəzəbi tuta bilir. İndi burada ikinci sual çıxır. Sən Allaha dua etməyəndə niyə Allahın qəzəbi tutur sənə? Burada hansını etməmisən ki, Allahın qəzəbi tutub sənə? Axı Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, "Mən ləm yəsəlilləhə", kim Allahdan istəməsə, Allahın ona qəzəbi tutar. Burada hansını, xələl harda baş verib ki, Allahın qəzəbi tutub sənə? İstəməmsən də, İstəməmisən, dua eləməmsən də. dua eləmək nədir ki? Allahın əmridir bəyəm? Qaydasıdır da, o belə şeydir. Əmridir Allahın. Ha da o istəyi odur, o onun istəyidir. Allah Teala əmr edib ki, istəyin məndən. Bəli. Əmrə müxalif olursan istəməməklə. Bəli. Və dedik ki, Allahın əmrlərinə müxalif olan Allahın qəzəbi tutur yoxsa yox tutur. Ona görə siz təsəvvür edin qardaşım, Allah subhanahu və teala istənilməyəndə qəzəbi tutur onun. Mülk, xəzinə onun əlindədir. Bax, insanlarda necə dəxil? İnsanlardan çox istəyəndə qəzəblənir, bezir, uzaq dayanır. İstəyəndə, çox istəyəndə. Allahdan istənilməyəndə Allahın qəzəbi tutur. Və lillahil məsəlul ə'lə. Allahın misalı daha ucadır. Yəni, Allah əhlidir hər şeyin. Mülk əlindədir, xəzinə əlindədir. Hər şey ona aiddir. Aləmlərin Rəbbidir. İstəyir ki, sən istəyəsən versin. Yalvarasan, dua edəsən ona. İstənilməyəndə qəzəbi tutur. Digər başqa bir hədisə deyir ki, "Leysə şeyun akramə alallah minəd-dua." Allaha duadan əziz heç nə yoxdur deyir. Allaha duadan əziz heç nə yoxdur. Sən təsəvvür elə, Allaha ən əziz, ən əkram, kərim olan şey duada, sən də eləmirsən onu. Əl açıb dua etmirsən Allaha. Ona görə insan daima dua etməlidir Allaha nə üçün? İmanını artması üçün, təzələnməsi üçün Allaha dua etməlidir.